Ev qapılarının dəstəyinə folqa sarılmasının səbəbi bəlli olub. Son vaxtlar sosial şəbəkələrdə sürətlə yayılan maraqlı üsul ev təhlükəsizliyi ilə bağlı yeni müzakirələrə yol açıb. Mətbəxdə hər kəsin istifadə etdiyi adi alüminium folqa artıq qapı dəstəklərində görünməyə başlayıb. İlk baxışda qəribə görünsə də bu tətbiqin kifayət qədər sadə və diqqət çəkən məqsədi var. Sosial media platformalarında geniş yayılan bu metod asan tətbiqi və dərhal nəticə verməsi ilə qısa müddətdə populyarlaşıb. Trendin bu qədər sürətli yayılmasının arxasında bir neçə əsas səbəblər dayanır. Maddi cəhətdən çox ucuz olması, hər kəsin rahatlıqla tətbiq edə bilməsi və əlavə avadanlıq tələb etməməsi bu üsulu cəlb edicidir. Eyni zamanda insanda anlıq nəzarət və təhlükəsizlik hissi yaratması da marağı artıran amillərdəndir. Qapı dəstəyinə folqa salınmasının məntiqi olduqca sadədir. Alüminium folqa qapını kimsə açmağa çalışdıqda dərhal səs çıxarır. Materialın hər kəs zamanı yaratdığı xışıltı və büzülmə səsi sakit mühitdə asanlıqla eşidilir. Bu yolla xüsusilə gecə saatlarında və ya evdə tək olarkən qapının icazəsiz açılması cəhdindən dərhal xəbər tutmaq mümkündür. Bir növ folqa sadə erkən xəbərdarlıq sistemi funksiyasını yerinə yetirir. Alüminium folqanın bu funksiyanı yerinə yetirməsi onun struktur xüsusiyyətləri ilə bağlıdır. İncə və yüngül quruluşu sayəsində ən kiçik hərəkətdə belə reaksiya verən folqa həm də asanlıqla formasını dəyişərkən yüksək səs çıxarır. Qapı dəstəyi aşağı basıldıqda folqa üzərində yaranan qırışlar spesifik bir xışıltı yaradır. Parça və ya kağız kimi materiallar bu səsi udduğu halda alüminium səsi daha qabarıq şəkildə üzə çıxır. Bu üsul peşəkar təhlükəsizlik sistemlərini əvəz etmir. Lakin az xərcdə səmərəli həll axtaranlar üçün bunu əlavə ehtiyat tədbiri kimi qiymətləndirmək olar. Xüsusilə otel otaqlarında tək yaşayan şəxslər üçün bu növ metodlar həm də psixoloji rahatlıq yaradır.